شبکه مستند سیما. Dələn təkinə rəhmətli olur. Görürsən qabağı? Cəfər onun cür. Cəfər, mən ölüm təsdiqim vardı. Mən ölüm dedim var. O bir fitik opsun mənə görürsən. O təsdiqin o fitik opsun da mənə bir görürsən. Ya Allah, ya Allah, əhvalınız yaxşıdır. Ya, yorulmayasın. Abi, bərəkətli olsun. Sağ olun. Yaxşısınız inşallah. Nə var ne yok? Selamun aleyküm. Yaxşısınız. Nə var ne yok? İçsad olmuyor. Ya baba. Vardı. Gel. Nə var ne yok? Sağ ol, nə var ne yok? Allah size eləsin. Nə vurur? Salam. Şalbay, necəsiz? Yaxşısınız inşallah. Abi, quruluqda qoyun nə mənə yeyir? Yeri var elə bərnamənin əvvəlində salam ərz eləyək xidmətçiyə. Allahın adı ilə də bu gün də bərnaməmizi başlayırıq. İnşallah xidmətçisi olacaq bu günlərdə. Bir ayrı Şəhristanın şəhətləri ilə sizi tanış eləyəcək. İnşallah siz də bizlə yol bir olun. Bərnaməni bəyənəcəksiniz. Hə, keyfiz yaxşıdır. Sağ olasın yaş. Nə var nə yox? Hardan gəlibsiz bura? Binaptan gelmiş Xəlləvət. Aha, Binapdan. Binapdan gəlmişsiniz burada, Həşrurdun və hesab dağlarında, daşlarında qoyun saxlayırsınız. Bəli. Aha, neçə dənə qoyunuz var burada? Tərbən 3000 dənə zət var. 3000 dənə var. Bəli. Allah sağlıq versin sizə. Bərəkət versin qoyunlarınıza. İndi əziz tamaşaçılarımız bizi görürlər. Səni də görürlər, məni də görürlər. Elə yoldaşlarımızı da görürlər. Dağda daşlı olanda oxuyanda bir dənə oxuyarsınız, səssiz adınız olur, yaxşı olur. Salam aleyküm, keyf əhval, nə var, nə yox, yaxşısınız. İstəyirik o dostlarımıza da bir dənə oxuyasan bir. İndi şəhərdə tüstü vurub hamısı bütün. Haldan gedibdi, maşın tüstüsü, xəttivaat tüstüsü. Keyflərin duruldasan da. O belə bizim əllərə köçəyləyir, bizim əllərə köçəyləyir. Köçün qoyur ey bu dağlarda, ey bu dağlarda. Arif alan ey qaş neyləyir, arif alan ey qaş neyləyir. İlham alan ay balam, bu dağlardan ay balam, bu dağlardan. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Bəli, əziz tamaşaçılarımız, əziz olsun xidmətçi. Həşrut Beysapura məntəqəsidir, gedirdik kətlərin birinə. Burada gördük yoldaşlarımız qoyun otarırlar, dedik həm biz bunların keyfini soruşaq, həm də ki, görək nə edirlər, nə eləmirlər. Yoldaş, burada indi siz qalırsınız da ev eşiğisi yoxdur, hə? Bu cür elə Sardaqda zıtda qalırsınız. Aha, yox. Nə mənədir, yeyib işiniz nə mənə olur indi burada? Yeyib işimiz peniden, Aha, bir də dava əti yeyik də. dava əti. Hə, şöyle. heç bir qoyunlardan nereden birini yerə vurursunuz, onun bir, Ya bacıq. ya məsələn, hövsələz olmuş, Bacıq ya. vurarsınız. Aha, hə? Nədir olar, qoğurursunuz, saxlayırsınız dağda daşlar. Belə qoğuyaq saxlayaq. Hə, qoğurarsınız. Qoğurarıq, Kim hə. qoğurur onları? Özümüz. Özünüz. Ha, məsələn, kişilər qoğurar ya xanımlar? Yox, özümüz elə qoğuruq, xanım yox kimi. Aha, yoxdur, yaxşı. Bəli. Da mən qoğutmaşsa ki, hövsələ çəkməz, görürəm siz elə Yox, indi həvsələ. olmaz ha, yazdı orada. indi. Hə, yazdı olar. Bəli, inşallah ki, həmişə keyfi saz damaqları sağ olsun. Yenə də sözü söhbətiniz var deyin, indi binapdasınız bura Həşrutdur, hə? Səni var eləsən, sözümüz Salamımız yoxdur. əzizim. Bizim kəndən yeyərmirsən? Haradır? Çubuqlu, binabın çubuqlusu. İnşallah gələcək, inşallah gələcək. Salam ərz edirik binapda yaşayan əziz dostlarımıza, Çubuqda yaşayan əzizlərimizə. Keyfi saz olsun. Baxın oraya bir əks salaq gedək biz kəndə gedik. Kəndə gedəcək, əks sal indi burada. Payız yarpağı təyyömür günləri düşür zamanənin solğun bağına.
Düşüncəli insan yanıqsılanır, həyatda saralan göy yarpağına. Zamandan sarsılmış o yaşıl yarpaq, üzdən qıpqırmızı ürəyində dağ. Qırılır bu taxtdan bir ölüm sayaq, yığılır, toplanır qəm çardağına. Hər düşən yarpaqda bir xatirə var, biri küləkli qış, biri xoş bahar. Yaddaş dəftərində yazır ruzigar, bir yarpaq yapılır hər varağına. Atif gəncliyin sovuşub hədər, azı sevinc ilə, çoxu qəm kədər. İndən belə ömür sürsən nə qədər, dəyməz bir qurumuş bostan tağına. Hüncərək bu ilə Hüncədəm dağda dincələm Hüncərək bu ilə Hüncədəm dağda dincələm Çəmən çiçəyə getdənə Hörmətli dostlarımız, Məşətu kəndində dolanırıq elə bu cursuna. Daha nahardan sonradır. Gündə yavaş-yavaş da gedir ha. Bu curluğuna baxma. Payız havasıdır da qutulur. Gözü atsan, yumursan gün gəlir gedir. Kəndin əhalisi ilə söhbətimiz vardı. Görək. Nə edirlər? Çətlərindən biraz söhbət eləsinlər. Hə, əmir keviz necədir? Məmnun. Yaxşısınız inşallah. Qaravalla. Məmnun. Kəndinizin adına Məşətu deyirlər. Məşədur, bəli. Ha? Bəli, Məşətudur. Məşətu niyə deyirlər məsələn? Burada məşəlar mı? Adı Məşətudur da. Aha, Məşətu. Hə. Məşətu. Hala addır. Gərək buna mən baxam görəm niyə deyirlər. O kitaba bir baxam. Kitabda Mən yazır. bilmirəm ki, mən elə Ha. Ona mən Məşə- bir kitaba gərək baxam, bir mütaliə Bax, eləyəm. inşallah. Görəm Məşətu nə mənə mənasındədir? Niyə adın qoyublar? Aməlim, bizim bu kəndin bir iki müşkülü var. Bax, əvvəli Aha, təhrihatıdır. yaxşı. Gövümü, behdaşlığımız yoxdur. Bir də bu cağdarlarımızın bəzi yeri isfaltımız yoxdur. Aha, beş. Bəli, Aha. otobandan Otoban qırağındadır. Bəli. Təbriz Tehran otobanının qırağında Bəli. yerləşən bir kətdir. Bəli, Yol- otobanın qırağındadır. Bəli. 2 kilometr. Burada, hə, məsələn, keyfsizə dolanda hara gedirsiniz? Gələsən həşruda. Aha, həşrüdə gedirsiniz. Bəli. Bu da bir müşküldür. İnşallah Aybəxşlərcinin təşrifləri vardır. Cənab Məhmudiyyən gildən Bəli. bu babətdə söhbət edərik. Görək ki, vəziyyət. Suyumuz var, səd ehtiyacı var bu kəndin. Aha, suyuz var. Bəli, Ağlaqda suyumuz var, səddi bağ-bağatımız quruyub da, səd yoxdur. Bağ-bağat quruyub. Bəli, çox təşəkkür edirəm. Hala inşallah bu babətdə bir kəndin çətinlikləri haqqında da söhbətimiz olacaq. Amma bu Məşədi kəndinin əziz dostlarımız, əhalisi bəziləri ki, neçə il bundan qabaq köçüb gediblər. İndi yavaş-yavaş qeydirlər, gəlirlər. Bəli, hə, əmin gəlirlər kəndən. Bəli, gəlirlər. Gəlirlər kəndən. Öz Maşallah yerləri, abad edir kətləri. mülklərini abad edirlər. Elə onlardan biri də Ay Rəhimidir, dostumuz burada. Bunlar şimdi vaqəən bunlar bu kənddə çox zəhmət çəkirlər. Aha. Bunların iftixar var, bu kəndə doğrudan çox Ha, xidmət bəli, edirlər. Allahımız hifz eləsin. Ay Rəhimi, sizin keyfiniz necədir? Nökərəm, sağ olasınız. Ay Rəhimi, özü də küşkü içində də vərzişkardır. Biraz beləsi necə, o gün düşsün bir üzümüzə, hə? Bir yol. Ay Rəhimi, illər boyu gedibsiz Tehrana, orada işləyibsiz filan.
Eşitdim gəlibsiz bura, bu məntəqəyə, öz kəndinizə. Bəli, inşallah. Burada sərmayə quzarlıq eləyirsiniz, o cürdir. Bəli, bəli, Aha. inşallah. Sizin- Himayət olunubdur, inşallah bir işlər himayət olunub. Aha. Nə edirsiniz? O deyirlər sərmayənin için neçə illər boyu o Tehranda, o yanda, bu yanda qazanıbsınız, yığıb töküsünüz kəndinizə. Nə illət bahis oldu ki, o sərmayəni dubara gətirəsiniz öz kəndinizə. Niyə məsələn aparmadınız Tehranda verəsiniz mülkə? Ya məsələn ayrı yerlərdə bir işlər görəsiniz, abad Öz yerlərə aparasınız. vətənimizdir, öz kəndimizdir, kəndimizin abadlığını istəyirik. Hələ bura qazı gəlibdi, qazı əlin Aha. müşkülü vardı. Bunun müşkülü gərək bərtərəf olunur. Aha. Aybəxşlərin elə özünün qəşəng xəbəri var. O çox da zəhmət çəkib bu babətlərdə. Bəli. Bu yol ələn biz işləmişik, elə bu yolun babətini ələn gəlib həddəqə işinizdir, o isvaltı olun o. Və o səddidə kacağı buyurdu elə düzdür. Bəli, Yəni indi onlar bütün aybəxtdir bağ-bağatlar deyənlər elə quruyubdur. Heç Danışacağıq ki, qalmayıb görək əhsən. buranın o çətinlik babətində. Əhsən. Biz də gəlmişik burada inşallah sərmayə quzarlıq edək öz həmşəhərlərimizə xatir, özümüzə xatir, kəndimizə xatir bu cür. Bəli. İşiniz nə mənədir? İnşallah biz istəyirik burada ab mədəni bəli bu karxanasının iftitahı. İnşallah, inşallah. Bir yol. Buyurasınız ki, bu kəndə niyə Məşətu deyirlər? Məşətu nə mənə dilindədir? Nə mənədir? Buranın əsl adı lap tarixləsinə baxsan Hatifi Məktudur. Aha, Hatifin. Hatifi Məktuda yəni nida dəhəndə. Aha, çox qəşəng, çox gözəl. Allah zarması. Amma inşallah ki, ayrı yerlərdə də, ayrı kəndlərdə də bu kənd uşaqlar gəlin bura, biraz elə baxın dürbünə, baxın bura, görürsünüz. Bunlar indi inşallah bir gün sabah ki, yekəldilər, böyüdülər. Elə burada bir dənə Ay Rəhimi buyuran kimi bir dənə çərxan ola, hala məsələn bir dənə, iki dənə çərxan olsa bu cavanlar ki, indi buradadır, bu uşaqlar ki, buradadır. Uşaqlar elə o cür dayanır, elə sakit dayan. Da bunlar səhər yekələndən sonra o yana bu yana qaçmazlar, çətdən dağılışmazlar. Kəndin abadlığına elə bu xırmırdı uşaqlar ki var, 5-10 ildən sonra elə bunlar dolandıracaqlar. İşlərlər buradadır, iş olar da ayrı yerlərdə getməzlər. Çox-çox sağ olasın və kəndin bir para çətinliyi də var. İnşallah bərnamə boyu xidmətçilə danışacaq. Cənab Ayıb bəxşlərdən də bu babətdən cavab alacaq inşallah. Elə çətdə bizlə gəzir dolanır. Bir dənə əşyalın xidmətçisi olaq. Uşaqlar hamı baxın dürbünə. Bəli, əziz dostlarımız, Məşətu kəndində dolanırıq. Hava getbəcə sərinir. Yəni, gahdən yağış yağır, əlbət bugün yağmayıbdır. Vəli yağış gəlir də, havalar sərin düşür. Gümanım var neçə günə qar gələ belə geçsələr. Yoldaşımızın biri istəyir bir oxusun sizin sağlığınıza, hə? Müşərrifinizi də Ben buyurasın. Müştaba İbadiyim. Ha, Müştaba, bu da oğlunuzdur. Açarındı ben. Allah hifz eləsin, Allah səlamətçilik versin. Neçə dənə bu cür oğladınız var? 3 tane nöçerim vardı. Allah İkisi hamısını hifz bundan eləsin. büyüktü, biri de xırda. Allah sağlıq versin. Var olasınız əziz tamaşaçılarımız. Uşaqlar, fikriniz məndə bərnamədə sizə bir dənə bir balaca bir töhfə caizə vardı. Çünki yaxşı uşaqsınız, ha, belə vaqiət mən görürəm. Mehriban uşaqlar, mehriban insanlar çət yerlərində yaşayır. Bir yol, əziz tamaşaçılar bizdən yol bir olun gəlin. Orada kəndidir, kəndin bura bucaqlığıdır, qəşəkdir. Bir dənə bir əhsən uşaqlar, bir baxın dürbünə. Hə, Ahmet yaxşısan? Bəli. Adın əvvəldə Əmir Məhdin də var ya yoxdur? Yox. Teyxa Məhdidir. Bəli. Hə, bizim bir dənə bir balaca uşaq var. Əmir Məhdi tanırsan da? Əmir Məhdi bizim balaca bir bu yerçəldə bir uşaqdır. Sizdən balaca. O asla sürməyib hələ feylə. Neçə ildir belə sürürsən? Burnuma dəymə. Sürürəm, nə olur? Sürürsən. Atdan qorxmusan? Yox. Aha. Gündə kəndi məsələn bir dənə belə çapıb gələ bilirsən də, hə? Ay sağ ol. Dəstət oxuysan? Bəli. Atın cilo vardı, hə? Bəli. Görürsən, cilo bir dənə atın cilonu çək görürmü? Cilonu çək. Aha, yaxşıdır, qəşəngdir. Cilo çıxsa atın, cilo çıxsa nə edərsən? Salaram cəzə. Siz tez ala bilərsən. Bərəşin, yaxşıdır. Dərs oxuysan? Bəli. Neçəni oxuysan? Çox oxuyuram. 3 oxuyursan. Ay bərəşin. 3-2 oxuyursan, inşallah dərs qutulandan sonra gönlün istəyir ki, nə iş görəsən? Düzün Mühəndis də. olam. Hə? Polis olan. Polis olasan. Aha. Salam ərz edirik bütün əziz polislərimizə ki, indi zəhmət çəkirlər. Xanavadələrinə salamımız var. Olan da işləri zəhmətli işdir. Bayramları görəsən olmur. Uşaqlar siz də gəlin görün bir bura. Qıqqıl uşaqlar gəlin bura bir. Fəqət atdan muvazib olun, gəlin bura. Uşaqlar gəlin bura, gəlin bura. Gəlin. O Hamı. cəmaçı yeyir. Hə? Nə mənədir?
Çüyüdür. At çüyər, hə. Uşaqlar baxın ora, baxın ora. Bu nə mənədir? Mənə verdiyin, ay maşallah, biskvit. Gəl, yeyəcəm. Yox. Nə? Yox. Gəl, hadi ye. Uşaqlar baxın ora bir əsimiz düşsün. Qəşəng. Qəşəng baxın. Bəli, əziz tamaşaçılarımız, biz bu kətlərə gedəndə bunların bu çətinliklərindən də söz açarıq, söhbət açarıq. Ta əziz məsullarımız da eşidərlər, sonra onları həllə salarlar, sağ olsunlar o məsullar ki, bizim səsimizi, təsvirimizi televizyondan görərlər, sonra eşidərik ki, oranın müşkülü həll olubdur. Necə ki, neçə il bundan qabaq gəlmişdi, elə bunun yaxınlığında bir kət var idi, Əziz kəndi. Körpüsü var idi, altından su adam boyda qalxardı. Gəldik, müşkülatı görsətdik. Elə məntəqənin məsullarının təlaşları səbəbində indi asfalt olub, gözəl yol olub, sağ olsunlar. Hər halda. Cəbai mühəndis Məhmudiyan xidmətindəyik ki, bu məntəqənin həşruru şəhərstadının möhtərəm bəxşlarıdır. Kəndə gəliblər bizimlə, elə bu bizimlə gəzirlər, dolanırlar. Kəndin çətinliyi barədə söhbətləri vardı, elə əhali ilə söhbət elədilər. Danışçılar istəyirlər ki, elə televizyon tərqi ilə bu müşkülata cavab vursunlar. Görə inşallah bunlar nə cür həll olmalıdırlar. O deyir ki, əzizanı mən Rustayı Məkkətidə müşkülatı elan elədilər. Biz də təkbətək bunları səbt elədik. Mən xidməti əzdə elan eləmələm. O ki, der rabitə və qazirəsani bu Ruslara müşkülə elan elədilər. Mən xidməti üzə ərz eləyim, dərhal hazır bizim 22 dənə kəndimizdə qazirəsani fəaldır. Rustay Məkkəti cüz o kətlərdəndirlər ki, daxili Rusda qazirəsani olubdur. İsqa təqviyyət fişarı qazı işlənibdir. Yəni der ərzi bizim bir həftəyəcə inşallah bu da gedik qazımızın müşkülə həll ola. İnşallah. Yəni müşkülü ki, əksər kətlərimizdə, əlavə Rustay Məkkəti neçə dənə kəndimizdə həmzaman bu həll olacaqdır. İnşallah. Der rabitə və o ki, sədd Kuta, sədd ki elan elədilər. Der vaqiə biz nov sədd məişəti deyik bunlara. Sədd məişəti ki, bunlar qəblən bizdən dərxast eləmişlər. Biz də məsulunu İmura Bustana təşəkkür edirik. Onlardan dərxast elədik, gəldilər. Bu ya kamilən mütaliə olub, nəqşəbərdarı olubdur. O ki, bir hesab deyir, apaydılar, bərrəs elədilər. Bir qismətlərində deyirlər su, bu da der vaqiə xaç sostudur, saxlama suyu. O yəndə bir bərnaməmiz vardı. Əgər o bərnamə rəf olsa qətən bu sətti də bu da işlənəcəkdir. Ta Keşavəzi məntəqə mülahizə eləyirsiniz ki, vaqəən bizim Keşavəzi bu məntəqəmiz çox ronaqlıdır və bundan çox da ronaq verir. Der rabitə və rah irtibatı ki deyirsiniz, o ki rah irtibatı az tərəfi şəhristanı həşrut gəli Beytul 22 kilometr asfalt olubdur. Bunların dərxastları da Azadra, Zəncan, Təbrizdən bunlar yol işləyək. Biz də salı güzəştədə 2 kilometr salı güzəştədə bir sürət xaçı bunlara caddə ehtas eləmişik. Bunlar ki dərxastı asfalt eləyir. Asfalt eləməyə Azadra bizə mücəviz virud xiruc verməyəcək. Azadra ilə həmahəng olaq. Ta bunlar mücəviz ala bilək gələk bunlar bu yolu asfalt eləyək. Əgər mücəviz ala bilməsək, qanunən ola bizə mücəviz vermirlər buraya virud xiruc verək. Hala der rabitə o ki müşkülü bəyan elədilər. Bir də bizim imamzadamız və vaqəti Rustay Məkkəti bir dənə mövqəti gərdişlərdə qərar tapıbdı. Yaxçı bir potansiyellər vardı. Əzizan ki mülahizə eləyirsiniz çox da Tehrandan gəliblər. İndi bu da sərmayə güzarı eləyirlər. Biz mübahiqə əzizlərimiz də dəvət eləyirik. İnşallah gəlirlər bu da huzur taparlar və sərmayə güzarı eləyirlər. Müşkülü bədi ki bunlar bəyan elədilər der rabitə və icra tərhadi Rusda. Biz Rustanı nəqşəbərdar eləmişik. Əlhəmdülillah nəqşəsi də gəlibdir. Gəlib xəttlərin vuracağıq. Ta dərxast eləyək ki bu da tərhadi icra ola və əxirən də mücəvizi təsisi dehyarı bura almışıq. Dərxast dehyarı eləyirlər. Mən təşəkkür edirəm biləxirə cənabınızın huzurundan və tək əzizlərdən. Əgər ay bir müşkülatı olsa mən xidmətə əzizlə elan eləməliyəm. Beşəcək burada dərs oxuyurlar rəhnumayiyə. Həşturda birdən müşkül var, gedəmirlər qışda. Bəs bir dənə mədrəsə müşkülləri oldu əziz tamaşaçılarımız. Əhali buyurdular ki, kəndin mədrəsəsində deyin Hacı abi. Rabitə bu mədrəsəyə Rusta xidməti üzə elan eləyim ki, bizim qəblən bu da tedadı danışığımız azdır. Əlhəmdülillah əxirən tedadı danışığımızımız çoxalıbdır. Bizim tamami kətlərdə mədrəsəha ki, balayı 30 sal ömrü vardı, kullən nəqşəbərdarı eləmişik, dərxast eləmişik, nusazı olacaqlar. Bunların da Rustay Məkkəti mədrəsəsindən o ki, bəndə bazdit elədim və getdik, müşahidə elədim, gördüm ki, bəli, vaqəən niyaz bir təxrib və nusazı vardı. İnşallah qətən biz gedək bu yan nəqşəbərdarısını da əncamlayaq. Zoz kətlərimizdən qərar verək ki, gedə mədrəsəsi nusazı ola. Əgər ki, təvəccüh eləsədi, bizim o bir kətlərimizdə mədarisi ki, tulu ömrü bir işlərdir və der halı təxrib idi, qədəmhayı götürmüşük ta biz bunları nusazı eləyək. Günü o gündən bizim arzumuz budur, bu kəndin danışağımızda da çox ola və mədrəsə Dəbiristanı da getək bu da dar eləyək. Çox təşəkkür edirəm sizdən, kəndin möhtərəm əhalisindən. İnşallah var olasınız. Gün o gün olsun ki, kətlərimizin heç birisində çətinlik olmasın. Çox sağ olasınız. Buyurun açıq. Buyurun.
Ha, nənə necəsən? Varıq da yalnız. Keyfiniz yaxşı deyil. Keyfin saz olsun. Allah Nənə, kömək olsun. day havalar yavaş-yavaş Hə, soğuyur. soğuyur bəli da. Şaxta gəlir. Soğuq gəlir. Şaxta gəlir, nə gəlir? Biz əziz tamaşaçılar, Bəli. vaqiət budur ki, Bəli, bəli. şaxta gələndə bəziləri istidə olacaq, bəziləri çət yerində soyuqda olacaq. Nənə, Bəli. necədir bu qış günləri zadı buranın qarı küləyi çox olur, hə? Bəli, qarı çox olar, küləyi çox olar, maşın gəlməz, yol olmaz. Aha. Bəs Heç məsələn yana onda ki tanımar. qar zad çox olur, küləy Bəli. çox olur. Bəli. Necədir yanacaq zad nə mənə yandırırsınız? Yanacaq vallahi ağac olsa ağac yandırırıq, olmasa nəf yandırırıq. Hə, hə. Bəli. İndi əl ağac yandırırıq, bundan da bu yana əyəm tapsaq nəf yandıracağıq. Nəf yandırırsınız. Bəli. Ağaçlar bu quru Hə, ağaçlar da budur, zad yandırırsınız. Bəli, bunları yandırırıq. Aha. Qardaş Bəli. qoyun uşaqlar oynasın. Onlar niyə şapalaqlıyırsınız? Qoyun uşaqlar öz halında olsunlar. Bəli, ha belə də dolanır. Uşaqlar yazığı vurublar, çırıqdırırlar ki, getmən film qabağına. Bax, uşaq getməsin film qabağına kim getsin? Bəli. Uşaq gedək film Hə. qabağına gedir. Uşaqlar deməyə baxma, gəlin film qabağına siz. Bunlar istəyirlər özləri gəlsinlər. Bunlar istəyir özləri Qoy gəlsin. mənim bu nəvəmin filmi düşsün. Nənə, hanı nəvəndir? Nəvən filmin gördü, nəvən filmin gördü. Durun burada, deməyə baxma. Qədim bizi də belələr. Hə. Qədimdən moddur ha belə Hələ. uşaq bir yana. Sən ölmə, toy olardı şapalaqlayıb. Kişilər bizi ötürərdilər eşiyə. Toy Burada olardı bir- bizi qoymazdılar. Ağa Məhərrəmcilikə qoymazdılar məscidə. Ağa Məhərrəm, burada bir yetişin da, bir Hə. düktüründən ondan, nə mənə də adı yadımdan çıxdı onların. Beytaşlı. Beytaşdından Hə, ondan. hə. Qalırıq mətəldə, ələm mənim, vallahi bir aləm pul xərcləyirəm, gedirəm gətirəm, iynəmi vuran olmur. Aha, Qalıram iynə mətəl, vuran. vallahi İnşallah qalıram mətəl. Əziz məhsullardan Bəli. inşallah Hə. eşidirlər. Hesab həftədə neçə gündən bir döytür gəlsin, Hə, da O biz də hesab- burada qalırıq. qalmasınlar. Həftədə elə bir Nənələrimiz, dəfə atalarımız. Beytaş gəlsə, ya Beytaş da olsa elə Hə, biz də yaxşı yazdıq. olar. Ələm mənim sahabım indi 4 ildir səhət eləyib. Bir Allah həftədə də qıçı sınıb. O yorğan döşəkdədir. Aa, qıçı niyə sınıb nənə? El otduğu yerdə sınıb da. Savaşı beləmiyib siz Yox, deyirəm, olar ha, düzündür ha nənə. Yox, savaşmamışıq. O, yox. Elə iniş ildə o cür oldu. Hə. Otduğu yerdə qıçı, indi bilmirəm səhətdəndir, nə Yox, nədəndir. bilsən Mən. bu havadan olmur ha. Bir hesab cahdan bəzi xurdu-xura vədəsində vallahi. məsələn yeməyəndə o puçu ustuxanza da olur da, azmaysa da olur da bilirlər. Damar inmişdi, Hə. tüküncə apardım. Dedilər qanı ləxtələnibdi. Bağlatmışam, İnşallah indi çurlanır, gətirmişəm. inşallah öldədi. çurlanır. İndi Allah kərim. dördüldü də vallahi Nənə- bizdə canı. Allah köməyiz olsun. Allah Elə sizdən o deyərlər, kömək olsun. uşaq ot yerə, uşaq ot Ay yerə. oğlan oturun yerə görək. Oturun Nənə. yerə. Canım. Qədim indi çörək bişirən zad olur kəndinizdə. Yox da indi yoxdur da qədim bişirərdik. Qədim məsələn Qədim bişirərdik. bəli. çörəyin necə bişirərdiniz? Özünüzə bişirərdiniz. Özümüzə pişirərdik. Məsələn, mən özüm Mərəğəliyə çörək yapmışam, Sərəsətliyə çörək yapmışam. Bir zaman buradakı sərbaz var idi, ha, gəlmişdi Cəngidə. Aha. Bura sərbaz gəlmişdi. Ya, o zaman- Onların, bəli, o zaman onların çörəyi mən yapmışam. Aha, O elə Məlməkət hamısı bilir, mən yapmışam onların sağ ol. çörəyini, bəli. Nənə, cəngi bu İranın Araq cəngi, yox qədim cəngi. Yox da elə İranla Ərəğin zəncində Ha, də, bəli. dedim, Onda o- burada dedim, məsələn mənim zat var idi, Ha. sərbaz var idi. Ya nənə, sətdən buracan gəlmişdi. Buradan gəlməmişdi, ancaq sərbaz var idi da burada. Hava peymazda Yox, hava yamasın. peymazda. Hə, nənə, Canım. bir ondakı çörək yapardınız, ona Bəli. bir aylıqdan, puldan zatdan alardınız. da? Vallahi bu sərbazlara pul almazdıq. Hə, Yaxşı hə. adam düz danışır. Amma məraqadan Amma zat. məraqadan zaten yapsaydıq neçəyə? Neçə? Bir Batmanın 200 tüməni yapardıq. Ay nə iş? Ay güvənmiz ne? Sən ölüm. Yox. Yox. Mən Allah köməyiniz olsun. Nənə bir əks alırıq. Qədim yadigar əksidir. Bir bax ora. Uşaq ot yerə. Uşaq ot yerə. Bax ora nənə bir bax ora bir yadigar əks olsun inşallah. Qalmır, qalan olmasın. Qalan olmasın. Sən mi? Ha, keçin minin. Keçin minin uşaq. Yox, qəşəng minin uşaq. Fəqət uşaqlar müvazib olun. Yıxılarsan. Yox, yıxılmarım. Aha, həlla, qəşəng oturun. Qəşəng oturun. Uşaqlar, oturun bir daha bir dövrü vuraq traktorda. Yol, kimi traktorun sağlığına da uşaqlar. Özünüz bilirsiniz, mən də traktorçuyum. Mən özüm uşaqlar traktorda oyun oynamışam ha. Vaqiət deyirəm. Mən özüm keçən illəri traktorla oynadıq. 2-5-ə 30'luq. Ses salaya şimdi. Yox, vallah ciddi Ses deyirəm. salaya şimdi de dedi o. Televizyonda görmədiniz mən oynayanda. Top oynuyordum. Traktorun timində tutmuşam. Oran bir yol oynadık. Ses salaya. Bəli, uşaqlar, bir dana bir əziz tamaşaçılarımızın sağlığına, sizin sağlığınıza bir dana bir oxumaq oxuyuruq. Sağ olasınız uşaqlar.
Geçe duaya sen de. Bunu sakla, bunu sakla. Kızım gel biraz üstü. Cabra. Aferin, cabra. Ay maşallah, otur burada canım. Ay maşallah. Otur burada, ver mənə, bir şey yapamam mənə. Çapi. Ah bala yarey. Ayını gece serin küleyi göçemen. Ha, çapi. Ayını gece serin küleyi göçemen. Daha burada üçün parça zat yoxdur, qətar zat yoxdur ki, məsələn, kət yerində. Təfriq edirik, 5 dəqiqə elə uşaqlarla bir qərarlaşdıq ki, yoldaşımıza dedik ki, bizi bir mindir traktoru, kəndi bir dolandır. Təfriqdir da. Mən özüm balaca uşaq olanda sən ölmə. Bu traktora ki, minərdik bir 30-40 il bundan qabaq. İndi də ləzzəti damağımdadır. Çapi. Aylı gecə sərin külək göçəmən. Sən də sal çapi. Aylı gecə sərin külək göçəmən. Sən də sal. Ancaq məni heyrətlərə qərq edən nə çəməndir, nə çiçəkdir. Sən. Asam uşaqlar, keyfiniz necədir? Yaxşısınız da inşallah. Oğlan, elə bunu sürmək özü təsdiq istəyir. Bunu fərmanınızı saxlayırsınız. Oğlan, qalası Sərxan. Yaxşı uşaqlar, sizin məhəllə oyununuz nə mən olar? Qız uşaqları məsələn 5-10 da nəzir oynarlar. Bir dənə bir deyin görün bir məsələn. Koala qaçdı, gizlənən palant. Nə mənə? Koala qaçdı, gizlənən palant. Uşaqlar, oğlanlar qoğala qaçdı oynar. Bəli. Yaxşı. Sizinki nə mənə? Leylək bəsəti. Yavaş. Ha, yavaş. Yavaş. Qəşəng bax bir. Ha, nə deyim? Yavaş. Vurgun vurmayasın siz. Vurgun vurmasın. Deyirəm bə yavaş olun axı. Deyirəm yavaş olun da. Hara get. Dur orada deyim daha sizə. Durun orada bir. Yaxşı uşaqlar. Xəbəriniz var nə deyim? Cahizələr ki görürsünüz burada. Yaxşı. İndən belə kəndin hünərməndilərinə görə cahizə verəm də. Yaxşı. İntiqab edin. Hələ bu kətdə amiyə verəcəm. Hələ cahizələrini də yavaş. Deyəcəm o kömçə gediniz dəyəsinin qazanın təşkil işim yox. Kim yaxşı şirin karlıq məsələn, hünəri iş başarır məsələn, hə? Sən başarırsan? Sən? Nə mənədir? Neynərsən? Şirin karlı deyil, bir dənə. Bir dənə. Bir də. Aferin, təşvik edən. Yat, daha kim şirin karlıq başarır? Oxumaq. Nə mən oxumaq? Sən oxumaq başarırsan? Sən başarırsan oxumaq? Sən? Heç biriz? Bu seyri hamıya caizə verirəm, yaxşı. Gələn seyirdən yaxşı caizələri hünərməndilərə verəcəyəm. Kəndin o hünərbəndilər üçün. O qurşun nə mənə idi? Onun səsi nə mənə idi? Onun səsi nə mənə idi? Təşvik elə. Telefon deyil. O nə mənə qoymuşsun ahəngi? Yox. Neyim? Uşaqlar təşvik. Təşvik elə. Yox. Uşaqlar. Yox, durun burada. شبکه مستند